ən bərəkətli, ən xeyirli yer üzündə Allahın evinin yerləşdiyi yerdir. Məkkə. Deməli, Quran-ı Kərimdə dəfələrlə Allah Subhanahu bunu xatırladır. Məkkənin xeyirli, bərəkətli olduğunu bizə bildirir. Məkkədə 70 peyğəmbər ibadət edib. Məkkə üçün xeyir, bərəkət diləyiblər. Başda peyğəmbərlərin atası İbrahim aleyhissalam olmaqla. Diqqət edin, ayədə Allah Taala nə deyir? Həqiqətən aləmlərdən ötürü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Məkkədədir. Məkkədə olan o Kəbə ki var, bu Kəbə nə üçündür? İnsanlara xeyir, bərəkət gətirsin və onlara doğru yolu göstərsin. Bu evi Allah Subhanahu əmr edir İbrahim aleyhissalama ki, o tiksin, oğlu ilə bir yerdə, İsmail aleyhissalamla bir yerdə tikirlər. Allah onlardan onu qəbul edir və o evə elə bir xeyir, bərəkət verir ki, o vaxtdan insanlar indiyə qədər o evi tavaf edir. İbrahim aleyhissalam, İsmail aleyhissalam o evi nə üçün tikir? Allah Taala onlara əmr edir ki, tikin, insanlar onu tavaf etsin. İnsanların tavaf etməsi üçün onu tikirlər. Demək, əsrlərdir ki, həmin yerə Allah Taala xeyir, bərəkət nazil edib. Əsas nədir orada? Orada heç vaxt su və bir də ət kəsilmir arası. Hər zaman orada su olub, ən gözəli də Zəmzəmdir və həmçində ət, qurbanlıqlar hər zaman orada olub. Allah Subhanahu o diyara xeyir, bərəkət nəsib edib. İbadət də ki, hər zaman orada Allahın evi tavaf edilir və Allah Subhanahu da o yerdə olanlara xeyir, bərəkət nazil edir.